Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 4-cü sinif KSG 6 variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Gözəl və ifadəli yazı sənəti nə adlanırdı? Ikebana gül və çiçəklərdən ibarət heykəldir. Pagoda isə Yapon məbədidir. Kalliqrafiya isə gözəl və ifadəli yazı sənəti adlanırdı. C variantı. İkinci sual. Yapon xalqının ən sevimli bayramı hansıdır? Alma ağacının çiçəyi, albalı ağacı, Olimpiya. Olimpiya oyunları qədim Yunanistanda ən böyük bayramı idi. Yəni müqəddəs barışıq günü hesab olunurdu. Albalı ağacı, yəni sakuranın çiçəyi açması isə qədim Yapon xalqının ən sevimli bayramı idi. Üçüncü sual. Ikebana nə deməkdir? Yapon məbədi, çiçək heykəli, Yapon geyimi. Yapon məbədi dedik ki, pagoda adlanırdı. Çiçək heykəli isə ikebana. Dördüncü sual. Hansı əsər Maral Rəhmanzadəyə aiddir? Bahar gəlir Elmira Şaxnətinskaya. Xanalıq kəndi Maral Rəhmanzadə. Novruz isə Böyükağa Mirzəzadə. Beşinci sual. Şimal xalqı eskimosların tikililəri nə adlanırdı? Çovustan və çomanı deməli əkinçiliklə məşğul olanlar istifadə edirdi. İqlunu isə şimal xalqı eskimoslar istifadə edirdi və buzdan tikilərdi. 6-cı sual. Yurtda sərilən keçə və xalça nədən hazırlanardı? Təbii ki, yurdun girişində keçə və xalça asılardı. O da yun materialından hazırlanmışdı. A variantı. 7-ci sual. Giriş qapısı, portal nədən hazırlanırdı? Yəni, portal nə deməkdir? Giriş qapısı deməkdir. Və nədən hazırlanırdı? Mozaikadan. B variantı. Mozaika nədir? Yəni, xırda daş parçalarından hazırlanmış təsvir deməkdir. 8-ci sual. Afina sakinlərinin sevimli bayramı hansıdır? Olimpiya oyunları dedik ki, qədim Yunanistanın ən sevimli bayramıdır. Sakuranın çiçək açması isə qədim Yapon xalqının sevimli bayramı olmuşdur. Burada cavab olacaq Panefiniya. Panefiniya nə deməkdir? Ümumi təntənəli yürüyüş deməkdir. Afina sakinlərinin ən sevimli bayramıdır. 9-cu sual. Qırmızı gildən hazırlanan qablar nə adlanırdı? Parfenon, pagoda, amfora. Dedik ki, pagoda Yapon xalqının məbədi deməkdir. Parfenon isə ilahi Afina gözəl Yunanistanın ən sevimli gözəl məbədi hesab olunurdu. Amfora isə qırmızı gildən hazırlanan qabdır. C variantı. 10-cu sual. Notre Dame kilsəsi harda yerləşirdi? Rusiya, Paris, Misirdə. Notre Dame kilsəsi harda yerləşirdi? Təbii ki, Parisdə. Yəni B variantı. Deməli, 11-ci sual. Orta əsrdə tikilmiş kilsələr nə adlanırdı? Antik, gotik, Bizans. Orta əsrdə bütün tikilən kilsələrin hamısı gotik üslubda olardı. Yəni B variantı. Gotik üslubun xüsusiyyətləri necə idi? Şaquli xətlərdən, iti bucaqlardan istifadə olunubsa, deməli gotik üslubdadır. 12-ci sual. Mənası ön hissə deməkdir. Şirma, dedik ki, şirma qatlanan pərdə deməkdir. Ikebana isə gül və çiçəklərdən ibarət heykəl deməkdir. Fasad isə tikilinin ön tərəfi, qabaq hissəsi adlanırdı. C variantı. 13-cü sual. Miniatür nədir? Miniatür adından deyildiyi kimi mini, yəni kiçik ölçülü təsvirdir və 3 növə bölünürdü. Kitab miniatürü, cilalı miniatür və portret miniatürü. 14-cü sual. Notre Dame kilsəsi hansı üslubdadır? Dedik ki, əgər şaquli xət, iti bucaq istifadə olunubsa, bu gotik üslubdur. Yəni Notre Dame kilsəsi gotik üslubdadır. 15-ci sual. Parfenon məbədi nə deməkdir? Parfenon məbədi qədim Yunanistanın ən gözəl məbədi hesab olunur. Yəni Yunan dilində ilahi Afina məbədi deməkdir. Yəni qədim Yunanistanda istifadə olunan bir məbəddir. 16-cı sual. Amfora qablarının rəsmini çəkin. Amfora qabları nədən hazırlanırdı? Gil qablardan hazırlanırdı. Və bizdən amfora qablarının rəsmini çəkməyi tələb edir. A variantı bu qədər. İndi isə B variantına keçid edək. B variantı birinci sual. Amfora qabları hansı materialdan yaradılırdı? Amfora qablarını Yunanlar istifadə edirdi və gildən yaradılmışdır. B variantı. İkinci sual. Kiçik ölçülü təsvirlərə nə deyilirdi? İllüstrasiya, miniatür, mozaika. İllüstrasiya mətnin rəsm vasitəsilə əyani görünüşü deməkdir. Miniatür isə adından deyildiyi kimi mini, kiçik ölçülü təsvir deməkdir. B variantı. Mozaika isə smaltadan, xırda daşlardan yaradılan təsvirdir. Üçüncü sual. Hansı geyim üslubunda şaquli xət daha çox istifadə olunurdu? Əgər şaquli xətdən istifadə olunubsa, iti bucaqlardan istifadə olunubsa, bu gotik üslubdur. Həm memarlıqda, həm də geyimlərdə iti bucaq, şaquli xət varsa, bu gotikdir. Dördüncü sual. Parfenon məbədinin qarşısında yerləşən məbəd hansıdır? Notre Dame kilsəsi Parisdə yerləşirdi. Ancaq Parfenon məbədi isə Yunanistanda yerləşirdi. Deməli, bu yanlışdır.
Erextion məbədi Parfenonun düz qabağında yerləşirdi. Cavab olacaq B variantı. Versal sarayı isə deməli harda yerləşirdi? Rokoko üslubundaydı və Fransada yerləşirdi. 5-ci sual. Qədim Yunanistanda ən böyük bayram nədir? Sakuranın çiçək açması, Olimpiya oyunları, Panifiniya. Sakuranın çiçək açması qədim Yaponlarda istifadə olunurdu. Yəni Yapon xalqının sevimli bayramıdır. Albal ağacının çiçək açması. Olimpiya oyunları isə qədim Yunanistanın ən böyük bayram hesab olunurdu. Panifiniya isə Afina sakinlərinin ümumi təntənəli yürüşü idi. 6-cı sual. Heykəl, abidə və sütunlar üzərində inşa olunardı. Nöqtələrin yerini tamamla. Əgər üzərində inşa edilərdi deyirsə, bu olacaq piedestal. Çünki piedestal nədir? Sütunun atlığı özül hissəsi idi. Məsələn, hər hansı bir heykəl yaradarkən onun atlıq hissəsi mütləq qoyulmalıdır. Bu da nə adlanır da? Piedestal, yəni B variantı. Monumental əzəmətli möhtəşəm deməkdir. Abidə isə tarixi şəxsiyyətlərə həsr olunurdu. 7-ci sual. Maral saxlayanların tikilisi nə adlanırdı? Çovustan, çoma, yaranqa. Maral saxlayanların tikilisi deməli nə adlanırdı? Yaranqa. Çovustan və çomanı kim istifadə edərdi? Əkinçilər. 8-ci sual. Bükülən arı kəsmə nə adlanırdı? Əgər bükülən arı kəsmə pərdə deyirsə, bu olacaq şirma. Pagoda Yapon məbədidir. Ikebana isə gül və budaqlardan ibarət heykəl deməkdir. 9-cu sual. Konstruksiya sözünün mənası nədir? Abidə dedi ki, tarixi şəxsiyyətlərə həsr olunurdu. Quruluş isə konstruksiya deməkdir. Əzəmətli isə monumental sözünün mənasıdır. 10-cu sual. Giriş qapısı nə adlanırdı? Piedestal dedi ki, heykəlin atlığı özülüdür. Portal isə giriş qapısı deməkdir. Fasad isə tikilinin ön hissəsi, qabaq hissəsi deməkdir. 11-ci sual. Şimal xalqı Eskimosların evi nədən tikilərdi? Daş, çiy kərpic, buzdan. Şimal xalqı Eskimosların evi iqlo adlanardı və buz parçalarından istifadə olunurdu. 12-ci sual. Vitraj nə deməkdir? Vitraj şəbəkəyə bənzəyirdi, ancaq taxta parçası ilə deyil, metal bərkitmələrlə yığılırdı. 13-cü sual. Fasad nədir? Fasad dedi ki, ön tərəf, qabaq hissəsi deməkdir. A variantı. 14-cü sual. Kalliqrafiya nədir? Kalliqrafiya xəttatlıq deməkdir. Yəni gözəl və ifadəli yazı sənəti adlanırdı. 15-ci sual. Pagoda məbədi nədir? Pagoda məbədi Yapon xalqının deməli məbədi hesab olunurdu. 16-cı sual. Pagoda məbədinin rəsmini çəkin. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.